Millət bizimdir, dövlət bizimdir, xalq bizimdir. Biz ziyalılar, valla mən içim yaradır. Çox əziyyət çəkirəm, perejvat edirəm bu xalqda. Ölüb gedəcəm. Söhbət onunla gedir ki, bu insanlar bir düşünməlidir axı bu vətəni, bu torpağı, bu. Biz bir-birimizi sevmək. Bir-birinə qarşı çox qəddarıq. Onun paxıllığını çəkirik, bunun ayağından dartırıq, onun... Tembellik nə qədərdir bizdə? Ooo, qadan almışsan. Bax, bizim nağıllarımızda tembelliyə yönəlir. Romanlarımızda tembelliyə yönəlir. Bax, ya, hətta şiirlərimizdə. Mən axı birini demişəm şiirlərin. Misal gətirin. Misal gətirim. Pajalsa demişəm, onu bir də deyirəm, təkrar edirəm. Samavarı alışdırın. Maşa gətir, yarışdırın. Mən yarımdan küsmüşəm, məni də barışdırın. O uğraş, bə sən nə qayracaqsın? Hamısını mən edirəm. Təşəbbüs göstər. Təşəbbüs göstər də sən də. Toydur. Allah başından töksün. Bunlar bilmir, Allah başından daş da tökə bilər. Allahın əlində qayçı yoxdur, dolları kəssin bunun başından töksün. Deyirlər, içsin, begema toxşasın. Əziyyət çəkməsin məmur. Əziyyətsiz insan ola bilər mi? Necə eləmək olar ki, cəmiyyət, millət tənbəl olmasın? Yəni, tənbəllik xüsusiyyəti aramızda azalsın. Kiçik yaşdan öyrətmək lazım. O ki, deyirlər, Almanlar punktual millətdir. Bəli. Bu punktuallıq qandandır, genləndir, yoxsa onu təlqin etmək olur? Yox, onların başına bəlalar gəlib ona ketiflər. Onlar gedib çörək yiyirlər, sən də yiyirsən o da. O öz pulunu verir, bu da qardaşıdır olsun. Bu özü məsuliyyət daşıyır ki, mənim cimdə pul olmasa heç kəsin hesabına yiyib çörək yiyənmərəm, dilənçilik elənmərəm. İndi bizim başımıza nə gəlməlidir ki, biz tənbəl olmayaq? Daha nə gəlməlidir də? Da bundan çox bəlalar gənə mi gəlsin? Qarabağı verib oturub toyxanaları toy. Anadan olandan uşağı da tənbəllik yaratmamalıdır, ana verməlidir bu. Necə? Məsəl üçün, mən də bir gənc valideynəm də. Necə? Necə təlqin etmək, uşaqlarım tənbəl olmasın? Mən Türkiyə getmişdim. Nəvəm yuxarı qalxırdı. Amma ondan balaca uşaqlar, türklər, ondan yuxarı qalxırdılar. Oğlum dedi, çıxma yıxılarsan. Dedi, sən, balaca qız var, sən niyə ona dedin ki, çıxma yıxılarsan? O çıxmalıdır, o çıxacaq. Bir delə. Türk qızı dedi. Hə, sən. Türklər çox qocaq deyil, qardaşım, nə varsa. Bunlar bu qarıdır. Akay bilirsə nə dedi? Savunma bakanı. Öləndə də öləriz də. Hə də. Ölümdən qorxuruq ya biz qardaşım, biz yaşayamayacağıq. Sonunu düşünən qəhrəman olmaz. Biz o sondan elə bir çox qorxuruq. Çox qorxuruq, ölümdən qorxuruq. 450 yapışmışıq dünyada.